gözünden bir haber. Gafil oyan, gafil oyan. Hər bir insan müəyyən zaman və məkan içərisindədir. Mənim fikrimi soruşsanız, əksinə zaman və məkan bizim içərimizdədir. Bəs zaman və məkan nədir? Fəlsəfə elmində zamana belə bir tərif verilir. Zaman insanların yaşadıklarının ardıcıllığından ibarətdir. Əslində baxsaq, bu həqiqətən də belədir. Dünyada insanlar olmadan dünya sadəcə öz orbiti daxilində hərəkət edən planetdən başqa bir şey deyil. O sadəcə olduğu yerdə dövr edir. Öz orbitindən nə 1 sm irəli, nə də 1 sm geri çıxır. Bəs zaman və məkan nədir? Zaman və məkan psixologiya elminin göstərdiyinə görə duyğu analizatorlarımızın birgə fəaliyyəti nəticəsində bəşər tarixi yaranandan bu günə qədər insan yaşanılan bütün hadisələrin ardıcıllığını dərk edir və hansı zamanda olduğunu qavrayır. Həmçinin insan bu şəkildə cismani surətdə hansı məkanda olduğunu, hansı lokasiyada yerləşdiyini dərk edir. Zaman və məkanın xaricinə çıxmaq mümkündürmü? Bəli, elm lədun bu sualın cavabını verir. Metafizikaya görə bütün materiya və yaradılmış bütün bəşəriyyət ən kiçik zərrəciklərdən olan atomlardan ibarətdir. Atomlar müsbət və mənfi yüklü elektronların sayəsində cəzb etmə qabiliyyəti ilə bir araya toplaşır və materiyanı formalaşdırır. Fənafillah mərhələsinə çatmış bir insan artıq atomların müsbət və mənfi yükləri neytrallaşır və artıq o laməkan olur. Biz bunun nümunəsini Nizami Gəncəvinin 7 gözəl poemasında görürük. 7 gözəl poemasının baş qəhrəmanı Bəhram Gur fənafillah mərhələsinə vardıqdan sonra Gur ovlayarkən Gur mağaraya daxil olur. Bəhram Gursa Gur arxasınca gedərkən mağarada yoxa çıxır və bir daha tapılmır. Burada artıq fənaya varmış Bəhramın neytrallıq qazanması və vəhdətə varmasını müşahidə edirik. Bu isə artıq onun zaman və məkan xaricinə çıxması deməkdir. Gafil oyan, gafil